kommunal xərclər azala bilər. Binalarda qazla bağlı yenilik gündəmdə. Azərbaycan 2035-ci ilə qədər binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edərək, onları bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz eləməyi planlaşdırır. Report bu barədə yenilənmiş milli səviyyədə müəyyənləşdirilmiş töhfələr hesabatına istinadən xəbər verir. Hesabata əsasən, binalarda elektrikli hava, su, istilik nasosları və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur. Təbii qazla işləyən sistemlərdən təxminən 3 dəfə daha səmərəli olan istilik nasosları həm istilik, həm də isti su təminatını həyata keçirəcək, bununla da təbii qazdan asılılığı azaldacaq. Elektromaqnit enerjisindən istifadə edən elektrik plitələr isə qaz plitələrini əvəz edərək enerji itkisini minimuma endirəcək. LED işıqlandırmaya keçid və yüksək səmərəli məişət texnikasının soyuducu, paltaryan və qablayan maşınların təşviqi enerji istehlakını daha da azaldacaq. Nəhayət, qlobal enerji standartlarına uyğun hazırlanmış yüksək səmərəli kondisioner sistemlərinin quraşdırılması daha az elektrik enerjisi sərf eləməklə soyutma səmərəliliyini artıracaq deyə hesabatda vurğulanıb.